Salam Lalə, necəsən? Sayənizdə heç olmadım qədər yaxşıyam. Çox yaxşı. İndi yəqin ki, fikirləşirsən ki, niyə buradayıq, niyə ofisdə deyilik. Bilirsən ki, bu son seansımızdır və elə qərar verdim ki, bu mühit sənin üçün daha təbii olar. Ona görə də son seansımızı burada həyata keçirmək qərarına gəldim. Bugün səndən bəzi şeylər istəyəcəm. O şeylər hansılar ki, sonucunda da sən fərqinə varacaqsan ki, ilk gəldiyin gündən bu günə qədər nələr dəyişibdi səndə. İlk növbədə ilk seansımızdan bu günə qədər mənə danışdığın bütün şeyləri, bütün hadisələri yenidən mənə danışmanı istəyirəm. Yenicə də dediyim kimi, bunun sonucunda özündə fərqinə varacaqsan, nə qədər inkişaf edirsən. Sizə güvənirəm. O zaman başlayım danışmağa. Bütün bu hadisələr 3 il əvvəl mənim 15-ci yaş bilimdə başlamışdı. Ufayım, bu nədir? Şarın hərəsi birindən mən bundan istəməmişdim. Heç nə olmaz da qızım, atan bilməyib vallah. Pulumuz var deyə təzəsini alıq, beləcə də yaxşı. Şamlarsa düz gəl. Gəl görmə qızım. Belə yaxşıdır? Yaxşı. Yetirməyəcən düzünmü? Yetirməyəcəm. Qızlar niyə gəlmədi qızım? Bilməm, onu yəqin gələrlər biraz. Yaxşı, qoy bunları götürüm mən. Gələrlər. Haradır sənin? Haradır sənin? Hardan çıxdın sən? Hardan çıxdın sən? Nə qəşəngsən? Nə qəşəngsən? Adın Məstan olsun mu sənin? Hı? Bəyəndinmi Məstanı? Məstan olsun məncə. Gəldim Ayma. Gedirəm mən. Bay bay. Yenə gəl. Tamam mı? Gəldim Ayma, gəldim. Qızlar gəlmir hala. Yox, görmədim heç kəs. Yaxşı, bir yaşa çıxıb gəldim mən sizə. Axşam xeyir Aynə Əsli xala. Axşamın xeyir qızım. Xoş gəlsiniz. Xoş gördük. Nə təsir? Yaxşı, gəlin. Qızlar Laliyə xəbər verin. Ay Lalə. Gəlin qızlar, gəlin. Nəfərsən Lalə? Yaxşıyam, Gülcan, xoş gəldiniz. Təbriklər. Təşəkkürlər. Xoş gəldiniz. Olsun. Nə tərsən qızım? Yaxşı. Mamancıl nə tər? Yaxşı. Yaxşı olsun, salam dərs. Yazın əvvəlində Gəncə çölündə, yazın əvvəlində Gəncə çölündə çıxıblar yenə də dizə lalələr, dizə lalələr. Yağışdan islanan yarpaqlarını səriblər dərəyə, düzə lalələr, düzə lalələr. Lalələr, 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 lalələr. Xəyalımdan nələr gəlib nə keçər, xəyalımdan nələr gəlib nə keçər. Atam gəldi deyəsən. Yaz Yaşam gələr qalsın, kəsə elə, qızım. durnalar köçər, durnalar köçər. Bulaqlar sima var, ağdaşdan şəkər. Bənzəyir çəməndə közə lalələr, közə lalələr. Lalələr.
Günümdə mən heç nə istədiyim kimi olmur. Elə fikirləşmə, narahat olma, hər şey yaxşı olacaq. İnşallah. Gəldin ma kişi. Nə verim, nə yeyirsən? Heç nə bilmirəm, bir işim var. Gəl oturub söhbət edək. Çək görüm nə işin var. De görüm nə deyir. İşdən gəlirdim. Bu Nurəddin xeyli vaxt qavamı kəsib gəlib evdə demirdim. Nəyi? Bir gün də qavamı kəsdi ki, oğlum qızımı görüb xoşu gəlibdi. Elçi gələcəklər. Niyə elçisinə danışsın? Qız hələ balaca, yeni bu gün 15 yaşını tamamladı. Onu oxumağı var, sənə danışsın. Məsələn, onun neçə yaşı var? O vaxtdan bu vaxt verdinmi? Vaxtıdır kapraz 15 yaşı var. Yox. Bunu dəqiq oturub danışmaq lazımdır. Yaxşı gedəlim. Axşamınız xeyir. Samirəm. Salam qardaşım. Salam. Ay məqam bir dəqiqə bəri dura bilərsən mən. Buyurun. Ay məqam. Məktəbdə bir iki şey eşitmişəm. Sənin bacın haqqında. Nə Yaxşı eşitmisən şeylər abi? deyil. Böyle dəqiq bilmirəm, araşdırıb sadələm. Özün də bilsən, mənim olursan sənin bacın sevir. Bu yaxınlarda heç də göndərmək istəyirlər. Məncə yaxşısı ver getsin. Nə eşitsən ağ məktəbdə? Yenə deyirəm, dəqiq bilmirəm, araşdırıb deyərəm. Heç nə görəcəksən sən mənə de. Gəl, Heç nə. çaşırma mənim özüm. Heç nə, heç nə. Görüşərik. Oldu, görüşərik. Salamlar. Heç nə görə bilirsən. Alo. Alo, axşamın xeyir ağa. Harsan, harsan? Hə, yaxşı. Danışdın mı məsələ nə oldu? Hə, danışdım. Hə, inandı, yaman yerləndi. Hə. Yaxşı qardaşım oldu, onda görüşərik. Yaxşı, heç nə görüşərik. Görüşərik. Heç nə, sağ olun. Nə deyirdi ağa? Heç nə görə belə şey idi. Niyə elədin, nəsə keyfin Mən qaçıbdı? biraz şey oldu. Yaxşı, mən gedim. Gecəniz xeyir ağa. Xeyrə Görüşərik. qarşı ağa. Özünə müğayət ol. Gecəniz xeyir ağa, görüşərik. Görüşərik. Kaş gözlerden akan yaş olaydın. Kaş gitmeyeydin, birlikte yaşlanardın. Son kez bu döngeler seni sesler. Gel gözlerim. Akşamınız xeyir. Axşam xeyir. Axşam xeyir. Ağzını getirsən, görsən işim. Nə çayı öyle heç gördük, çayım var. Sən görərsən, sən də söhbət edəcək. Nə oldu, gəl, nə oldu? Qıza nə istəyirəm? Evdə qızlar var, nə təbii. Onu da qocası söhbət edəcək. Sana deyirəm, uşaqdır, demə. Heç elə bir şey fikirləşmə, niyə elə eləyirsən? Sana dedim vaxtıdır. 15 yaş var. Ailə gözəl ailədir, imkanlı ailədir. Nə deyəm, valla. Gəldin mi Məhəmməd bir qapıya aç. Sizə gözlə sağ söz verəcəm. Qulağıma bir şey atıb məktəbdə sahnesədən olub mu? Yox, heç bir şey demir. Nə olub ki? Heç nə. Bir səhvin olmasın, bax, bilsən nə olacaqsan. Hardasın ama bu vaxta kimi? Məhlədiyimdən. Məhəllələrdə Sana qal deməmişdim, səni. məhlədə azca. Yaxşı, nə oldu? Aç görək bir. Sahibindən alır. Ağzım, Nurəddin nə olur, Ruslan tanıyırsan mı? Sən görüb səndən xoş gəlirdi. Mən də bir qərar verirdim, götür qoy elədim.
səni vermək istəyirik. Ay kişi yavaş dur. Ay qızım, vallahi hamı tanıyır. Belə yaxşı ailədir, imkanları da yaxşıdır. Biz də qərarımızı vermişik, elə sənin üçün ən yaxşısı budur. Hansız son maşına verin baxarmı? Yaxşı ailədilər. Mən söz kəsmişəm. Sabah elçi gələcəkdilər. Mən rıza oldum. Gözəl ailədilər, gözəl oğlandı. Ata mən işə demədim. Mən qərar vermişəm. Mən evlənmək istəmirəm. Az kəs səsini tam qavarına mı dinlərsən sən? Az danışın bir. Mən elə məktəbə gedirəm, oxumaq istəyirəm. Nə aysan? Ondan dinlənsən. Keşke. Sen uç kalama. Ata ne der orada? Gel. O gündən sonra 15 yaşında bir yetkin olmağa məcbur edilmişdim. Atam mənə vurduğunda nə qədər dəyərsiz, nə qədər yalnız olduğumu hiss etmişdim o an. Özümə belə etiraf edə bilmədiyim şeyləri o sillə ilə atam mənə göstərmişdi. Həmin ərəfələrdə də nənəm vəfat eləmişdi və anam onun cənazəsi üçün kəndə getməli oldu. Amma atam yenə də nişanı təxirə salmadı və nişan eləməli olduq. Gəldim Layla, gəldim. Bu dəqiqə makiyajın əsasını da hazırlayarıq. Sən niyə eləyirsən? Nişanını da biraz gülsənə. Heç içimdən gəlmir. Hamı elə məsləhət görür. Bəlkə də elə daha yaxşı olar sənin üçün. Mənim üçün nəyin yaxşı olub olmadığını da bilmirəm. Onsuz da mənim fikrim bir önəmi yoxdur. Layla, Nazilə xalaydı heç görmədim. O hardadır? Nənəm rəhmətə gedib. Kəndə onun yanına getdi cənazəyə. Nə tər ki, həm nənən rəhmətə gedib, həm də atan nişan mı eləyir? Bilmirəm, elə uyğun gördü. Nə bilim vallah. Onsuz da ən ehtiyacım olan gündə anam yanımda yoxdur. Mənim istəklərimin, fikirlərimin heç bir önəmi yoxdur ailəm üçün. Artıq mən heç kəsin sevmədiyini fikirləşirəm. Sadəcə yoldan tanıdığım Məstandan başqa. Bax, gör nə gözəl oldu. Müəllimlərimiz ağızlarını açanda biz erkən evliliyə icazə vermərik deyirdilər. Amma indi hamısı eşikdə oturub yeyib içirlər. Artıq mənə kömək edəcək heç kəs yoxdur. Alalə, nə oldu hazır? Az nə ağlıysan, xarsızı gözlür eşdə. Bir necə tez hazırlaşıb eşə çıxırsınız. Layla, az öncə danışdığım hadisələr arasında belə bir cümlə işlətdin ki, artıq mənə heç kəs kömək edə bilməz. Sənə o vaxtlar bu düşüncəni belə hiss etdirən şey nə idi? Bəli, çünki o vaxtlar düşünürdüm ki, kimsə mənə kömək etməlidir. Yəni tək başıma bu işin içindən çıxa biləcək gücdə görmürdüm özümü. Ona görə fikirlərə qapılırdım. Ümid edirəm ki, artıq bu hissləri dəyişibsən, bu düşüncələri dəyişibsən. Əlbəttə. Artıq öz gücümün fərqindəyəm və bilirəm ki, mən istədiyim müddətcə hər şeyi eləyə bilərəm. O ana geri qayıtdım. Artıq Gülcan makiyaj demək olar bitirmişdi. Üzərindən də bir saat keçmişdi. Gülcan həm qonşumun qızı, həm də yaxın dostumdur. Daha sonrasında Ruslan, əmisi oğlu Nurlan ilə bircə gəldilər. Onların arxasında da qonaqlar, qohumlar falan gəlməyə başlamışdı.
Xoş geldiniz. Xoş Xoş Nasıl nə tərsən? Sağ olun, sən də. Allah xoşbəxt eləsin ha balalarım. Gələnlərin də Allah canını sağ eləsin. Xoş gəlibsiniz. Geldim. Bırax o dəftər kitabı, çay qoy. Qalxızı dəftər kitabın maşını vəxşət maşının qanını təmizlə. Ne danışsan sen? Sən pişinin öz bil maşının altında qalıb. Məstan. Öz bir kere yapmışsın sen. Bir de maşını təmizlə dedim sənə. Bırak kolumu. Bir de maşını təmizlə bir Bırak kolumu! Alo. Azərkirəm bu qızımın başı qaçıb. 5-ci ay yığıb gedir. Cəbirbun başı salatam anam da yoxdur evdə. Gəlirəm, sat dükanın yanındayım. Sən haraya çömüşmüsən? Hansı cəhənnəm edirsən? Sən demirsən mən bir yol eləyəsin kənddə. Mən dözə bilmirəm, getmək istəyirəm. Sən xabarın var mı sənin yerində neçə dənə qız olmasın? Ana şükür. Heç zaman anlamıyorsun. Mənim istədiyim heç bir vaxt bu ev olmadı. Mən bu varı da, pulu da istəmədim ata. Bu evi də istəmədim. Mən başqa ailə də istəmədim. Mən sadəcə öz ailəmin məni sevməsini istəmişdim.
Alalə, kəs səsini içəri gir. Biz sənin üçün ən yaxşısını istəyirik, xalar. Sən kəs səsini Məhəmməd. Bizim onsuz da heç zaman normal qardaş-bacı münasibətimiz olmayıb. Hələ o gün atam səni Ruslana verir dediyi gün sən gəldin otağa gördün. Mən ağlayırdım. Sən mənə nə dedin xatırlayırsan? Kəs səsini get evin içinə. Mən sənə deyim nə dedim. Onsuz da atam deyən olacaq. Sən boşuna niyə ağlayırsan ki? Həm də xalq sənin haqqında boş-boş danışır. Onların ağzını qapamaq üçün sənin başını bağlamaq lazımdır. Sən mənim haqqımda danışanları susturmadın ki. Sən mənə atılan şərə görə məni satdın. Atamla bir olub məni satdın Məhəmməd. Sənin danışmada heç haqqın yoxdur. Sən mənim yaxşılığıma görə məni zindana atma. Bir dəfə belə gözümə baxmadın. Bir dəfə belə səni sevirəm demədin. Sən məni bir otağa, bir altına çəkilən bir maşına satdın. Bir dəfə məndən soruşmadın qızım sən xoşbəxtsənmi? Amma indi bütün kəndin gözünə baxmaqdan qorxursan, eləmi ata? Hər şey sənə görə cəmaət deyilərmi? Cəmaət nə deyər, xalq nə deyər, arxamızdan nə danışarlar? Hər şey budurmu sənin üçün? Mənim heç bir önəmim yoxdurmu sənin üçün? Niyə axı? Niyə mən bunları yaşamalıydım? Mən dözmək istəmirəm. Mən daha dözməyəcəm. Getmək istəyirəm. Sən o qapıdan çıxdın. Mənim nə ölüm ölümə, nə dirim demə. Yolunu çox gözlədim. Qaç yenə gizlən, görməsin gözlərim, yaş yenə göstər. Axmasın istədim, mahnılardan, ağırlarda, orada varam ağrılarda, sən yenə bizdən. Qaç yenə gizlən. Atamın o sözləri nə qədər içdən-içə canımı yaxsa da mən o gün geriyə dönmədim. O gündən sonra da daim necə xoşbəxt hiss edəcəmsə o şəkildə yaşamağa çalışdım. Bu dediklərinə film çəkilə bilər Lalə. Sən bir çox insanın edə bilmədiyini etdin. Çox sağ olun. Həqiqətən bu yolda ən böyük dəstəkçilərdən biri siz idiniz. Əsas sən sağ ol, sən özünü yaxşılaşdırdın. Bilirsən ki, bugün son seansımızın yekununa çatdıq. Sənə belə bir şey soruşmaq istəyirəm. 3 aydır ki, mənim yanıma gəlirsən seanslara. Bu seanslar sonucunda öyrəndiyin ən böyük şey nə idi? Mənim hekayəm sizin üçün də yəqin ki, biraz çətin olmuşdur. Təbii ki. Amma mənim öyrəndiyim tək şey Lalə kimi yaşamaq, hər solduğunda yenidən dirilmək bacarmaqdır. Mən Lalə. Hər şeydən artıq 2 il keçib. İndi mən şəhərdə, universitetdə oxuyuram. Hər səhər o köhnə həyatın səssizliyini xatırlayıram. Amma artıq oraya dönmək istəmirəm. Burada hər şey çox fərqlidir. Küçələr, insanlar, sükutun belə bir başqa səsi var. Bəzən dayanıb düşünürəm. Mən necə gəldim bura qədər? Heç kimin inanmadığı bir yoldan, heç kimin dəstək olmadığı bir həyatdan. Amma gəldim. İlk vaxtlar çox çətin idi. Günlərim, gecələrim bir-birinə qarışırdı, çünki mən 15 yaşımdan sonra məktəbə getməmişdim. Oxuyurdum, işləyirdim, yorulurdum. Amma dayanmırdım. Çünki dayanmaq demək geriyə qayıtmaq idi. Mənim isə geriyə dönəcək bir evim yox idi. Məni geridə gözləyən bir ailəm yox idi. Hər şeyimi o gün itirmişdim. O gündən bəri də nə Ruslanın ailəsi ilə, nə öz ailəm ilə əlaqəyə keçməmişdim. Nə də onlar məni axtarmamışdı. Amma o gün bir şey də qazanmışdım. Özümü. İndi mən xəyallarımın arxasınca gedirəm. O vaxtdan bəri bir arzum var idi. Veterinar olmaq. Məstanı qoruya bilməmişdim və bunun üçün özümü heç zaman bağışlamıram. Amma o gündən bəri özümə bir söz verdim. Başqa heç bir canlı mənim kimi çarəsiz qalmayacaqdı. Mən çox səhvlər gördüm, çox susqunluqlar eşitdim. Cəmiyyətin dediklərinə uyan, amma içində qırılan qadınları tanıdım. Anam da təəssüf ki, onlardan biri idi. Onu o cəmiyyət,
boyun əyməyə məcbur etdi. Amma mən boyun əymədim. İndi hər səhər güzgüyə baxanda tək bir şey görürəm. Qorxmuram. Lalə artıq qorxmur. Çünki mən artıq kiminsə qızı deyiləm. Kiminsə arvadı da deyiləm. Mən Laləyəm. Öz ayaqları üzərində dayanan bir qadın. Mənim hekayəm bitmədi. Amma mənim bu hekayədə öyrəndiyim tək şey Lalə kimi yaşamaq, hərs olduğunda yenidən dirilməyi bacarmaqdır. Və mən hərs olduğumda yenidən dirilirəm. Bunu sadəcə özüm üçün yox, bu çətinlikləri yaşamış bütün qızlarımız üçün edirəm. Bu dəfə hekayəmi mən yazıram. Xeyr və şər məclislərində bərbəzəyli o uşaqlıqdan bilir artıq nə düz nə iri. Təhsil ikinci plandadır, əsas ev işləridir. Gələcək həyat yoldaşına indidən öyrəşməlidir. Küçəyə tək başına çıxmaq olmaz. Nə işin var çöldə, tanımadığın insanlara qarşı olsun sərt çöhrə. Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların. Valideyn tərəfindən təyin olunur arzuların. Bugün sabah nişan dəyişəcək ancaq ünvan. Dəyişəcək divarlar, amma həyat hələ də zindan. Olmazmı ki bu otaqda onun da nazı qalsın. Əsas o deyil, əsas evin kişisi razı qalsın. Əsas qohumlar desin ki o yaxşı qızdır. Əsas bu cəmiyyət desin ki o yaxşı qızdır. Ax o insan deyil, sadəcə kiminsə namusu. Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu.